Əslində iftar özü də bir mədəniyyətdir. Yaxşı, deyək ki, məğrib azanı verildi, birinci namazı qılaq, yoxsa iftar edək. Əgər imkanınız varsa namazı qıla bilərsiniz, bir manəsi yoxdur. Yox, əgər siz namaz qılacaqsınız və fikriniz yeməkdə qalacaq və ya hüzur-i qəlblə namaz qıla bilməyəcəksiniz və ya bir cəmaat içərisindəsiz ki, sizi gözləyirlər, o zaman birinci iftar, sonra namaz. Və ya elə bilərsiniz ki, bir xurma ilə ilıq sudan qəbul edib namazınızı qılasınız. Əziz, yəni geniş cəmaata iftar verən əzizlər də bunu nəzərə alsınlar ki, bəzən əvvəlcə bir 15-20 dəqiqəlik namaz qılırlar, daha sonra iftar edirlər. Bunu siz orada qonaqların öz ixtiyarına verin. Kim istəyir namaz qılar, kim istəyir iftar edər. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurub, hər kim halal xurma ilə iftar etsə, namazının savabı artar. Həzrət Əli əleyhissalam buyurub, süd ilə iftar etmək müstəhəbdir. Şərbət, halva, ilıq su ilə də iftar etmək yaxşıdır və Həzrət Rəsulullah salavatullah bunlarla iftar edirdi. Həmçinin iftar edərkən bu duanı oxuya bilərsiniz. Allahümmə ləkə sumtu və alə rizqikə əftartu və ələykə təvəkkəltu. Yəni, ey Allahım, sənin üçün oruç tutdum və sənin ruzinlə iftar etdim. Sənə təvəkkül edirəm. Həzrət Əli əleyhissalam iftar edərkən bu duanı oxuyardı. Bismillah. Allahümmə ləkə sumnə və alə rizqikə əftarnə fətəqabbəl minnə. İnnəkə əntəs səmi'ul alim. Allahın adıyla, ey Allahım, sənin üçün oruç tutduq, sənin ruzinlə iftar etdik. Elə isə bizdən qəbul et. Çünki sən eşidən və bilənsən. Daha sonra iftar vaxtı Qədr surəsini oxumağın böyük savabı var. Həmçinin sahurda da Qədr surəsini oxumağa çalışın. İftar edərkən birinci tikəni ağzınıza qoyduqda belə deyin. Bismillahirrahmanirrahim. Ya vasi'al məğfirəti iğfirli. Yəni, Rəhman Rəhim Allahın adıyla. Ey məğfirəti geniş olan Allah, məni bağışla. İmam Həsən Müçtəbə əleyhissalam buyurub, hər kim bu kəlmələri desə, Allah onu bağışlayar. İftar vaxtı dua etməyi tövsiyə olunub. Hədislərin birində Həzrət Rəsulullah sallallahu aleyhi və alihi və səlləm buyurub, iftar vaxtı oruç tutan şəxsin bir qəbul olunmuş duası var. İftar vaxtı sədəqə verin, bəli, oruç tutanlara iftar verin. Həzrət Peyğəmbərdən nəql olunub ki, hər kim Ramazan ayında bir mömin oruç tutana iftar versə, bir mömin qulu azad etməyin savabını əldə edər və bu, onun günahlarının bağışlanmasına səbəb olar. Sahabələr soruşdular ki, bizim buna imkanımız yoxdur axı. Peyğəmbər buyurdu, kimin imkanı yoxdursa, bir qədər süd və ya su, yaxud bir neçə xurma versin. Allah ona bu savabı əta edər.